Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki mövzumuz ərzaqların qışa saxlanması. Ev şəraitində konservləşdirmə necə həyata keçirilir müəllimlər? Bugün bu mövzudan biz öyrənəcəyik ki, konservləşdirmə nədir və necə həyata keçirilir? Meyvə-tərəvəzlər vitamin, mineral və karbohidratlarla zəngin qida məhsuludur. Meyvə və tərəvəzlər nə ilə zəngindir? Vitamin, mineral, karbohidratlarla. Amma bu qida məhsulları mikroorqanizmlərin təsiri nəticəsində tez xarab olur və keyfiyyətini itirir. Bəs xarab olmasın, keyfiyyətini itirməsin deyə nə edirik müəllimlər? Biz onu konservləşdiririk. Baxın, bankalarda bir müddət biz bunları saxlaya bilirik. Meyvə və tərəvəz əsasən cənub ərazilərində yetişdirilir. Ona görə də konservləşdirmə il boyu və ölkənin bütün ərazisində istifadə imkanı yaradır. Gəlin görək müəllimlər, konservləşdirmə nədir? Hansı üsulları var konservləşdirmənin? İlk öncə tərifinə baxaq. Konservləşdirmə qida məhsullarının zərərli mikroorqanizmlərinin həyat fəaliyyətini dayandırmaqla qoruyub saxlamaqdır. Deməli, qida məhsullarını neynədir? Qoruyub saxladıq. Nədən qoruduq? Zərərli mikroorqanizmlərdən. Bəli. Həyat fəaliyyətini dayandırmaqla qoruyub saxlamaqdır. Yeyinti məhsullarının saxlama müddətinin uzadılmasının üsulları nə adlanır? Konservləşdirmə. Bəs dedik ki, müəllimlər, həyat fəaliyyətini dayandırmaqdır konservləşdirmə. Necə biz zərərli mikroorqanizmlərin həyat fəaliyyətini dayandıra bilərik? Gəlin baxaq. Qaxac edilmə, hissə vermə, duza qoyulma, qurudulma və bir də sterilləşdirmə. Bir də mənimlə birlikdə sayaq. Qaxac edilmə, hissə vermə, duza qoyulma, qurudulma, bir də sterilləşdirmə. Gəlin bunları bir-bir öyrənək müəllimlər. Görək ki, nədir sterilləşdirmə? Qurudulma necə olur? Hissə vermə necə həyata keçirilir? Gəlin baxaq. Sterilləşdirmə qida məhsulunun tərkibində və istənilən digər mühitdə mikrobların məhv edilməsidir. Deməli, sterilləşdirmə nəymiş? Mikrobların məhv edilməsi. Deməli, hər hansı bir mühitdə dedi də, istənilən mühitdə, düzdür? Bu mühit deyəndə nə nəzərdə tuturuq müəllimlər? Konserv bankasındakı şirələr, bax, konserv bankasındakı mühit deyə bilər. Həmçinin hava başa düşülür. Konserv bankasındakı şirələr souslar ola bilər, yağlar ola bilər, su ola bilər, bulyon ola bilər. Bəli, və həmçinin hava başa düşülür. Sterilləşdirmədə əsas istilik vasitələri hansılardır? Buxar, su və hava. Buxar, su və hava. Deməli, sterilləşdirmə nə idi müəllimlər? Mikrobların məhv edilməsi. İstənilən mühitdə mikrobların məhv edilməsi. Bəs mühit nə idi? Konserv bankasındakı şirələr və həmçinin hava başa düşülür mühit deyəndə. Sterilləşdirmə hansı istilik vasitələrində həyata keçirildi? Buxar, su və hava. Deməli, belə. Gəlin görək qurudulma nədir? Qurudulma konservləşdirmənin ilkin üsullarındandır. Bəli, ilkin üsullarından hansı idi? Qurudulma idi. Qurudulma qida məhsulunun tərkibindəki rütubət kənarlaşdırılır. Nə olur? Qurudulur. Və bu zaman mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit olmur. Mikroorqanizmlər əsasən rütubətdə daha yaxşı inkişaf eləyirlər. Bəli, qurutduqsa mikroorqanizmlərin inkişafı nə olacaq? Sönmüş olacaq. Qurudulma harda həyata keçirilir? Diqqətlə baxaq müəllimlər. Havada, küləkdə, vakuumda, yəni havasızlıqda həyata keçirilir. Müəllimlər, bilmirəm, şəkildə nə dərəcədə aydın görünə bilir. Hissə vermədə şəkildə balıqları qoymuşam və tüstü vasitəsilə balıqlar hissə verilir. Hissə vermə kimyəvi konservləşdirmə və bir qədər də susuzlaşdırmadır. Hissə vermə prosesində ərzaq məhsulu quruyur
və bu gördüyümüz tüstünü öz canına çəkir. Deməli, hissə vermə nə idi? Kimyəvi konservləşdirmə, bir qədər də susuzlaşdırma. Gəlin qaxac edilməyə baxaq. Qaxac edilmə. Qaxac edilmə qida məhsulunun susuzlaşdırılması və kimyəvi konservləşdirilməsidir. Bəs nə oldu? Hissə vermə ilə eyni oldu ki. Gəlin baxaq müəllimlər, burada fərq nədir? Qaxac edilmədə susuzlaşdırma və xörək duzu ilə kimyəvi konservləşdirmədir. Amma hissə vermədə isə konservləşdirmə, bir qədər də susuzlaşdırma. Deməli, tüstü vasitəsilə hissə vermə quruyur və tüstünü neyinir? Canına çəkir. Qaxac edilmə isə qida məhsulunu susuzlaşdırırıq və xörək duzu ilə konservləşdiririk. Qıcqırtma nədir müəllimlər? Qıcqırtma qida məhsulunun turşularla bioloji saxlanması və duzlanmasının vəhdətidir. Turşularla bioloji saxlanması və duzlanmasının vəhdətidir. Bu turşulara biz misal çəkə bilərik. Alma turşusu, alma sirkəsi, üzüm sirkəsi. Yəni bunları biz qıcqırtma yolu ilə alıb və qışa meyvə və tərəvəzləri saxlaya bilərik, konservləşdirə bilərik. Ev şəraitində konservləşdirmək üçün hansı avadanlıq tələb olunur? Gəlin baxaq. Ev şəraitində konservləşdirmək üçün uyğun avadanlıq və qablaşdırma materialı seçilməlidir. Konservləşdirmək üçün ən etibarlı qablaşdırma nədir? Bankadır. Bəli, banka təkrar istifadəyə yararlı, davamlı, istənilən ərzaq üçün əlverişli və kip qablaşdırma vasitəsidir. Deməli, banka neymiş müəllimlər? Biz bunu təkrar istifadə edə bilərik. Davamlı istifadə edə bilərik. Ərzaqların hansı ki, saxlanması üçün əlverişli bir vasitədir, kip qablaşdırmadır. Bundan başqa konservləşdirmədə mətbəx avadanlığı, aş süzən, ləyən, bax emallı ləyən, qazanlar, bıçaq, sürtgəc, tərəvəz doğrayan, banka üçün tutqac və qapaq bağlayan maşın lazımdır. Deməli, konservləşdirməni həyata keçirmək üçün bizə nə lazımdır? Əsasən banka lazımdır. Ən etibarlı qablaşdırma nə oldu? Bu banka oldu. Başqa bizə hansı mətbəx avadanlığı lazımdır? Aş süzən, meyvə tərəvəzlərin yuyulması üçün qazanlar lazımdır, ləyənlər lazımdır, bıçaqdır, sürtgəcdir, sonra tutqacdır, əlimiz yanmasın deyə qapaq bağlayandır, tərəvəz doğrayan lövhə və s. lazımdır. Gəlin görək kip bağlama nədir müəllimlər? Kip bağlama emal edilən məhsula mikroorqanizmlərin və havanın düşməsinin qarşısını alır. Bəli, biz bankanın ağzını kip bağlayanda mikroorqanizmlər və ya havanın düşməsinin qarşısını alırıq kip bağlamayla. Qablaşdırmanın kip bağlanması konservlərin ərzaq və əmtəə məhsulu kimi mövcudluğunun əsas şərtidir. Deməli, kip bağlama nəymiş? Konservlərin ərzaq və əmtəə məhsulu kimi mövcudluğunun əsas şərtidir. Məhsulu konservləşdirmək təkcə mikrobların məhv edilməsi deyil, həm də onların yenidən yaranmaması mühitinin yaradılmasıdır. Bəli, təkcə mikrobların məhv edilməsi deyil, onlar yenidən yaranmasın deyə biz konservləşdirmədən istifadə edirik. Bəs konservləşdirmə texnologiyası nədən ibarətdir müəllimlər? Meyvə, tərəvəz və gilə meyvələrin konservləşdirməsi üçün bir neçə mərhələdən ibarət aparılır. Mexaniki emal, hazır məhsulun saxlanması, qablama materialının hazırlanması, sterilləşdirilməsi, pasterizə edilməsi, çəkilib qablara doldurulması, ağzının bağlanması və isti emal. Deməli, mexaniki emal deyəndə nə başa düşürük müəllimlər? Biz hansı ki meyvə tərəvəzləri növlərə ayırırıq, yuyuruq, təmizləyirik, doğrayırıq. Baxın, bu mexaniki emaldır. Deməli, meyvə tərəvəz gilə meyvələrin konservləşdirilməsi mərhələləri hansılar idi? Mexaniki emal, isti emal,
hazır məhsulun saxlanması, qablama materialının hazırlanması, sterilləşdirilməsi, pasterizə edilməsi, çəkilib qablara doldurulması, ağzının kip bağlanması. Bəli, bunlar nədir? Konservləşdirmənin mərhələləri. Gəlin görək növlərə ayrılma nədir, müəllimlər? Növlərə ayrılma. Meyvə və tərəvəzlər. Nəyinə görə? Keyfiyyətinə görə, yetişmə dərəcəsinə görə və ölçüsünə görə növlərə ayrılır. Deməli, 3 növə ayrıldı, müəllimlər. Diqqətli olaq. Keyfiyyətinə görə ayrıldı. Keyfiyyətlidirmi, yoxsa çürüyübmü? Keyfiyyətinə görə, yetişmə dərəcəsinə görə çox yetişibmi, yoxsa çaldı? Bax, buna fikir veririk. Ölçüsünə görə həddindən artıq yekədir və yaxud da həddindən artıq kiçikdir. Kənar tullantılar, yarpaqlar, saplaqlar və s. təmizlənir. Çürümüş, çal, çox yetişmiş, solmuş, əzilmişlər nə olur? Kənarlaşdırılır. Kompot, marinad və mürəbbələrin hazırlanmasında meyvə və giləmeyvələrin ölçüsü, rəngi və forması böyük rol oynayır. Deməli, növlərə ayırma necə idi, müəllimlər? Ayırdıq nəyinə görə? Keyfiyyətinə görə. Keyfiyyətlidir, yoxsa yox? Yetişmə dərəcəsinə görə çaldı, yoxsa ki, çox yetişmişdir? Ölçüsünə görə çox böyükdür və yaxud da çox kiçikdir. Bəli, bunlara görə biz növlərə ayırırıq. Təmizləmə və doğrama. Növlərə ayırdıq, sonra yuma. Yuma nədir, müəllimlər? Meyvə, tərəvəz və giləmeyvələrin emalında mühüm mərhələdir. Yuma, məhsulların səthində olan çirkli, zərərli mikroorqanizmlər və zəhərli kimyəvi maddələri kənarlaşdırmağın ən etibarlı üsuludur. Deməli, zəhərli kimyəvi maddələri və mikroorqanizmləri nəyin vasitəsilə kənarlaşdırdıq? Yuma vasitəsilə. Daha sonra müəllimlər dedik təmizləmə və doğrama. Təmizləmə zamanı meyvə və tərəvəzlərin yeyilməyən, zədəli və az dəyərli hissələri, qabıqlar, yarpaqlar, kasa yarpaqlar, saplaqlar, çəyirdək yuvacıqları kəsilib atılır. Deməli, necə təmizlədik, müəllimlər? Hansı ki, yeyilməyən hissələrin, qabıqların, saplaqların, zədəli, az dəyərli hissələrin neynədik? Təmizlədik və doğradıq. Çəkilib qablara doldurulma. Çəkilmə, xam malın və ərzaq siyahısında göstərilən əlavələrin lazımi qaydada qoyulması üçün tələb edilən bir mərhələdir. Deməli, xam malın və ərzaq siyahısında göstərilən əlavələrin lazımi qaydada qoyulması. Deməli, nə qədər lazımdırsa, biz çəkib qablara qoyuruq. Pörtmə nədir, müəllimlər? Xam malın qaynar su və yaxud da buxarla emalıdır pörtmə. Bu zaman məhsulların təbii rəngi qorunur. Onları bankaya kip yerləşdirmək asanlaşır. Üzərinə isti şirə və marinad töküləndə çatlamır və keyfiyyətli konserv əldə edilir. Deməli, pörtmə nə idi, müəllimlər? Qaynar su və yaxud da buxar vasitəsilə emal etdik, düzdür? Qablama məmulatının hazırlanması. Hazır məhsulu konservləşdirmək üçün bankalar, şüşələr, taxta çəlləklər, yeşiklər, emallı çənlər və vedrələr tələb olunur. Deməli, qablama məmulatının hazırlanması üçün, biz hazırladığımızı hara qablayacağıq? Banka ola bilər, şüşə ola bilər, taxta çəllək ola bilər, yeşiklər ola bilər, emallı çənlər ola bilər, vedrələr ola bilər və s. Doldurulmamışdan qabaq qablama məmulatı isti qida sodası məhlulu ilə yuyulur
Deməli, qida sodası məhlulu ilə yuyulur, qaynar su ilə yaxalanır. Doldurulmadan öncə qablama məmulatı sterilleşdirilir. Gəlin görək sterilleşdirmə nədir müəllimlər? Sterilleşdirmə mikroorqanizmlərin, bakteriyalar, göbələklər, viruslar daxil olmaqla mikroorqanizmlərin bütün növlərinin məhv edilməsidir. Bunu bayaq da demişdik. Sterilleşdirmə mikroorqanizmlərin məhv edilməsidir. Bunun üçün banka geniş qazanda qaynadılır. Nə qədər qaynadılır müəllimlər? 5 dəqiqə. Baxın, işarələyirəm bunu. Suallarda düşür. 5 dəqiqə nəyə qaynadırıq? Bankanı. Şüşə və metal qapaqlar, rezin aralıqlar, tıxaclar qaynar suda 10-15 dəqiqə sterilizə edilir. Deməli, 5 dəqiqə qaynadılır qazanlar. Amma qapaqlar nə qədər sterilizə edilir? 10-15 dəqiqə. Ev şəraitində sterilizə qaynar suda aparılır. Ev şəraitində qaynar suda aparılır. Bunun üçün geniş dibi olan qazan götürülür ki, içinə eyni ölçülü bir neçə banka yerləşsin. Geniş qazan götürürük ki, içinə bir neçə qazan yerləşsin. Qazanın dibinə 2,5-3 sm hündürlüyündə taxta və yaxud da metal tor qoyulur və üzərinə dəsmal örtülür. 2,5-3 sm-nə götürdük taxta və yaxud da metal tor. Sonra qazana su tökülür. Əgər banka dəmir qapaqla bağlanırsa, su tərəvəzlə bir hündürlükdə olmalıdır. Deməli, nə zaman eyni hündürlükdə olur? Əgər banka dəmir qapaqla bağlanırsa. Sterilizə zamanı bankalar nə bir-birinə, nə də qazanın metal kənarına toxunmamalıdır. Bəli, sterilizə zamanı elə etməliyik ki, bankalar qazanın kənarına toxunmasınlar. Şüşə qablaşdırma, şüşə qablaşdırma çatlamasın deyə suyun hərarəti konservlərin hərarətindən artıq olmamalıdır. Bəli, suyun hərarəti elə olmalıdır ki, konservin hərarətindən çox olmamalıdır. Sterilleşdirmə, dedik ki, nə idi müəllimlər? Mikroorqanizmlərin məhv edilməsi idi. Bəs bankalar neçə dəqiqə qaynadılmalıdır? Bankalar 5 dəqiqə qaynadılır. Bəs banka qapaqları neçə dəqiqə sterilizə edilir? 10-15 dəqiqə. Bəs qazanın dibinə nə qədər ölçüdə metal tor düzdür? Metal tor və yaxud da ki, taxta qoyulur. 2,5-3 sm. Deməli, gəlin görək müəllimlər, soyudulma nədir? Pasterizə və ya sterilizə bitəndən sonra bankalar qazandan xüsusi tutkacların köməyi ilə götürülür və içində az miqdarda qaynar su olan digər qazana yerləşdirilir. Bəli, deməli, qaynayan qazandan götürürük və daxilində az miqdarda qaynayan su olan digər qazana yerləşdiririk. Sonra bu qazana ehtiyatla su əlavə edilir. Sonra su boşaldılır və yalnız soyuq su tökülür. Bütün bu əməliyyatlar müəllimlər çox ehtiyatla yerinə yetirilir. Çünki hərarət dəyişikliyindən bankalar çatlaya bilir. Konservlərin saxlanması. Ev şəraitində ağzı kip bağlanaraq konservləşdirilmiş bankaları adətən harda? Qaranlıq yerdə saxlayırlar. Bu zaman konservləşdirilmiş məhsullar öz rəngini və qida dəyərliyini qoruyub saxlaya bilir. Saxlama zamanı temperatur neçə dərəcəni keçməməlidir? 4-8 dərəcəni. Gəlin təhlükəsizlik qaydasına baxaq müəllimlər. Təhlükəsizlik və sanitariya qaydaları. İşə başlamazdan əvvəl əllər mütləq sabunla yuyulmalı, önlük taxılmalıdır. Qablama məmulatlarını əsaslı surətdə yumaq, buxara vermək və ya sterilleşdirmək lazımdır. Əsaslı surətdə yuyuruq, buxara veririk və sterilleşdiririk. Konservləşdirmək üçün ərzaqları diqqətlə seçməliyik. Əzilmiş və zədələnmiş yerlərini kənarlaşdırmalıyıq.
Ərzaqları paslanmayan poladdan olan bıçaqla təhlükəsiz iş qaydalarına riayət etməklə təmizləyirik və doğramaq lazımdır. Təhlükəsizlik qaydalarına riayət etməklə doğramaq lazımdır. Ərzaqları sterilləşdirmə və bişirmə vaxtını gözləməklə qaydaları uyğun qablaşdırmaq lazımdır. Qızdırıcı cihazlarla, sobalarla işlədikdə yanıqlardan qorunmaq üçün çox diqqətli olmaq lazımdır. Belə müəllimlər, mövzumuz maraqlı mövzuydu. Ümidvaram ki, müəllimlər dəstək göstərə bildim. Özümüz üçün qeydlər götürürük. Testlər üzərində biliyimizi möhkəmləndiririk. Belə müəllimlər, sağ olun, Allah amanında.